Hər vaxtınız xeyir. Efirdə Azərbaycan saatının növbəti buraxılışı, studiyada mən Seymur Həzi. Azərbaycan cəmiyyəti hüquqları qoruyan şəxslərin, yəni hüquq müdafiəçilərin hüquqlarını müdafiə etməklə məşğuldur. Ötən həftə bütün günlər ərzində demək olar ki, həbs olunmuş hüquq müdafiəçilərinin həbsxanadakı vəziyyətinə dair məlumatlar yayıldı, bəyanatlar verildi. Onların səhhətinin ağırlığı ilə bağlı vəkillər açıqlama yaydılar. Məsəl üçün açıqlama yaydılar ki, Leyla Yunus və Arif Yunusa hətta Qırmızı Xaç Komitəsinin nümayəndələri belə dərman və dietik yeməklər verə bilmirlər. Leyla xanımın səhhətinin ağırlığı Azərbaycan hökumətini narahat etmir. Əslində görünür ki, hökumət ondan qisas almaq istəyir. Nəyin qisasını almaq istəyirsə, bunu da hələ heç kim aydınlaşdıra bilməyib. Çünki Leyla xanımın tələbləri vətəndaşların mövqeyindən idi. O istəyirdi ki, Azərbaycan insanların mülkiyyəti əlindən alınmasın, onlar siyasi motivlərlə həbs olunmasınlar. Elə bu gün də bu absurdlardan biri bu oldu ki, Azərbaycanda cəmiyyət toplaşdı, hüquq müdafiəçilərinin hüququnu müdafiə etməklə məşğul oldu. Yəni, bu həddə qədər cəmiyyətimiz gəlib çatdı. Hələ onu sizə deyim ki, ötən günlərdə Leyla Yunusun həbsi ərəfəsində Belarusdan bir hüquq müdafiəçisi bəyanat vermişdi ki, biz imkan verməyəcəyik ki, Belarusiya Azərbaycana çevrilsin. Bəli, Belarusun Azərbaycana çevrilməsi təhlükəsi var. Azərbaycan çox təhlükəli bir nümunəyə çevrilib. Hər halda Azərbaycan ictimaiyyətinin toplaşdığı tədbirdə də bu barədə danışdılar. Biz bu hakimiyyətdən deməli, hüquqa hörmət gözləmirik. Çünki hüquqa hörmət anlayışı olan bir hakimiyyət ölkənin demokratiyaya yükün öz üzərinə götürən, insan haqları ilə davamlı olaraq məşğul olan və nəinki Azərbaycanda, eləcə də beynəlxalq aləmdə çox yüksək nüfuza malik olan deməli, insanların həbsinə yol verməzdir. Bu, deməli, kütləvi həbslər bilirsiniz ki, çoxdan başlamışdı. 2012-ci il mitingindən sonra bir dalğa oldu. Bizim siyasi partiyalar mütəmadi olaraq bu təzyiqlərin altındadır. Bir gənclərin həbs dalğası oldu. Siyasi partiya təmsilçilərinin həbs dalğası oldu. Və bu QHT-lerin, QHT təmsilçilərinin həbsi ilə bu tamamlandı. Şübhəsiz ki, bu proses mən tamamlandı deyəndə nisbi mənada deyirəm. Bu proses davam edə də bilər. Burada cəmiyyətin qorxudulması, çəkindirilməsi kimi müəyyən məsələlər nəzərdə tutulur. Amma bütün bunlar hamısı əlbəttə. Bizim üçün əlbəttə həbs olunanlar hamısı həbs olunanların hamısını müdafiə etmək lazımdır. Bu bizim bir insanlıq borcumuzdur, vətəndaş borcumuzdur. Biz Azərbaycan, uzun müddət Azərbaycan cəmiyyətinin ağırlıq yükünü öz çiyinlərinə almış bu xanıma əlavə diqqət yetirməklə bərabər biz Arif Yunusun da, İntiqam Əliyevin də, Rəsul Cəfərovun da, İlqar bəyin və Tofiq bəyin, Yadigar bəyin, nidaçı bizim dostlarımızın, İslamçı dostlarımızın hamısının müdafiəsi üçün istər bu komitə oldu, olmadı. Biz daimə əlimizdən gələn bir şeyləri etməyə çalışmışıq. Deməli, iki işçi, son dövrlərdə bizim daxil olduğumuz iki işçi qrupu olub. Birinci işçi qrupu siyasi məhbuslar siyasının, birgə siyasi məhbus siyasının yaradılmasıyla bağlıdır. Bu artıq, deməli, yadınızdadırsa Rəsul bəy Avropa Şurasının yığıncağında 82 nəfərlik öz siyasını elan etdi. Həmin zaman belə bir ideya yarandı ki, Leyla xanımın da başqa siyasi var idi və çoxdan mümkün olmayan bir işi belə də həyata keçirmək üçün siyahıların birləşdirilməsinə cəhd oldu. Bu ideya oldu. Təbii ki, bir internet üzərindən bir qrup yaradıldı və o qrupa daxil oldu insan haqları müdafiəçiləri, vəkillər, hüquqşünaslar, bu sahədə yəni ekspert olanlar və yaxud birbaşa bəzən siz o adamları tutaq ki, hüquq müdafiəsi kimi tanımırsınız, amma onlar hansısa QHT-nin təmsilçisidir. Bu adamlar daxil oldular və bu təşəbbüs deməli Leyla xanım həbs olunandan təxminən 2 gün qabağa qədər bu çox ağır bir proses getdi. Çünki yanaşma fərqləri var, bəzən bilirsiniz, bu ağır mübahisələndirmələr olub illərlə. Amma nəhayət ki, o 2 gün əvvəlki sonuncu toplantımızda
siyahı siz deyirsiniz ki tamamlanmaq üzrədir. Yox, siyahı orada razılaşdırıldı. Ayşə bu. Leyla xanım da, Rəsul bəy də, orada iştirak edən vətəndaş cəmiyyəti təmsilçiləri də siyahı razılaşdı. Bu ortaya çıxan siyahı sonradan işçi qrupunun yaratdığı siyahı deyil və bu siyahı doğrudan da Rəsul bəyin elan elədiyi, Avropa Şurasında elan elədiyi və Leyla xanımın illərlə elan elədiyi və hamımıza bəlli olan mətbuatdan geniş bu təbliğ olunan siyahının birləşdirilməsi idi. Bu hakimiyyətin mahiyyəti bu gün daha ortadadır. Ona görə ki, Cəmil bəy bağışlasın, 30-cu illərdə üçlük vardı, məşhur Troyka vardı. İndi məşhur Troykanın, o Troykanın ən azından ikisi dəqiq erməni olurdu, biri də erməni qarışıq. Bu gün də Azərbaycanda hakimiyyətdə Milli Təhlükəsizlik Nazirliyi, Daxili İşlər Nazirliyi və Vergilər Nazirliyi bu işi görməkdədir. Yəni, bu gün onların milli mənsubiyyətinin aslında gördükləri iş 30-cu illərdəki Troykanın gördüyü işdir. Azərbaycan hakimiyyəti hüquq və haqq anlamır. Hüquq və haqq anlamadığına görə bizim işimiz çox çətindir. Azərbaycan hakimiyyəti maarifçiliyi nədir bilmir. Ona görə də hüquq maarifçiliyi ilə bağlı, deyək ki, fəaliyyət göstərən İntiqam Əliyevin təşkilatını bağlayır. Azərbaycan hakimiyyəti məscid bağlayır, məscid dağıdır. Azərbaycan hakimiyyəti lisey dağıdır, məktəb açmır. Azərbaycan hakimiyyətinin geri zəkalılıqdan, avamlıqdan tutmuş nə istəsiz demək mümkündür. Antimilli demək mümkündür, hər şeydə mümkündür və hətta bunu ispat eləməyə də ehtiyac yoxdur bu aksiyona. Hesab edirəm ki, 2008-ci ildən Azərbaycan hakimiyyəti demokratik inkişafın imitasiyası siyasətindən əl çəkib və aşkar şəkildə Azərbaycanda tam müstəqil bir demokratik institutların mövcud olmadığı bir cəmiyyət yaratmaq istiqamətində addımlar atır. 2009-cu ilin referendumunda, 2010-cu il parlament seçkilərində müxalifətin tamamilə parlamentdən kənardan saxlanması da, ondan sonraki dövrlərdə gənclərin, idarçıların, vəkillərin, indi də vətəndaş cəmiyyətin, görkəmli nümayəndələrinin üzərində olan bu baskılar, həbslər, siyasi məhbusların və vicdan məhbuslarının sayına görə Azərbaycanın dünyada lider ölkəyə çevrilməsi də Azərbaycan hakimiyyətinin apardığı bu siyasətin nəticəsidir. Mən xatırlayıram, 90-cı illərin ortalarında mən 3-cü Beynəlxalq İnsan Haqları konferansında İbrahim bəylə birlikdə orada iştirak edirdim. Orada deyək ki, bir çox ölkələrin keçmiş prezidentləri vardı. Roma Papasının təbrikini orada təqdim etmişdilər. Toplantı bütövlükdə Polşanın Seymində keçirilirdi və s. Çoxlu prezidentlər vardı. Orada İbrahim bəy də xatırlayırsa, ayrı-ayrı adamları göstərib deyirlər ki, uznik sovesti, yəni bu vicdan məhbusudur deyə bir-birinə göstərirdilər. Amma Azərbaycanda indi bu otağın içində mən baxıram ki, 10-15 bəlkə də vicdan məhbusu var. Yəni, Azərbaycan vicdan məhbuslarının sayına görə, bir daha deyirəm ki, dünyada lider ölkələrdən birinə çevrilir. Gələcək iqtidar iki istiqamətdə əsas təbliğat var. Bu, vergi maliyyə məsələsinin üzərində cəmləşdirmək çalışır. Xüsusən iynənc məsələdir ki, ikinci bir xətt ondan ibarətdir ki, güya müəyyən QHT-lər, müəyyən şəxslər, bu tutulan həbs olunan şəxslər, güya erməni burada, deyək ki, müdaxiləsinin və yaxud işinin bir tərəfdarları kimi qələmə verilir. Mənə gəlir ki, indi bu əslində ağlı başında olan hər kəsə burada nəyin nə olması aydındır. Amma hər halda hesab edilir ki, bu istiqamətdə də müəyyən arayışların, müəyyən inandırıcı görünən, bəzi ola bilsin ki, tərəddüd keçən insanlar üçün də inandırıcı görünən müəyyən arayışların hazırlanmasına və bu istiqamətdə yəni bir hücumçu, bir təbliğata qarşı bir əks təbliğatın aparılmasına demək, məncə ehtiyac vardır. Rəsmi qayda bəyan edən ki, bir hüquqşünas kimi mən də o siyasinin altına öz imzamı verməyə hazır və verirəm. Bu birinci, yəni yaxşı məqamdır bu. Bu mənada müsbət aura yaradır. Və mən fərqlə lazım ki, yeganə bu artıq variantdır və bu dəqiqə hətta onun əleyhinə olanlar da səslərini çıxarabilirlər. Ona görə ki, çox böyük həqiqətdir bu siyasət. Yəni bizim qazancımız budur. Amma ikinciyə qalanda müdafiə komitəsindən bağlı görürsünüz, xeyli sular bulanır, xeyli belə deyək, suları bulandırmağa cəhdlər olunur. Mən düşünürəm ki, o lazımdır, burada Arif bəyin də çıxışından, Kərim Əhməd çıxışından hər şey aydın olduğu ki, burada söhbət edir bir müdafiə komitəsindən bir seçiciyə, bir zindana vurmaqdan, əgər tutaq ki, mənim kimi ziyalılar və hüquqşünasların arxasında çox böyük qüvvə yoxdursa, amma bizim sözümüzü kütləyə deyə bilirik və yəni insanlara deyə bilirik
Amma partiyanın arxasında çox böyük qüvvə var. Və güman edirəm ki, onların o içəridə olması, yəni kompleksin içərisində olması, o işçi qrupunun içərisində çalınması, həm də ona görə məhduddur ki, o yığılıb, tutaq ki, belə deyək, böyük bir kütləvi aksiya hazırlanması üçün tədbir görə bilərlər. Bu da hüquq mühafizə işinə, sonra bizim son dostlarımızın işinə xeyli dərəcədə kömək ola. Proses dediyim kimi başa çatdırmaq istəyir rejim bu prosesi və yəqin ki, vətəndaşımıza bir daha agah olacaq ki, birləşməyin yeganə yolu bizim kimi rejimlərdə maraqdan kənar, yəni ideallarımız uğrunda siyasi partiyalardır. Siyasi partiyalar daha güvənlidir, daha effektivdir. Bayaq dedik, Arif Bey deyəsən dedi ki, bizim təşkilatımızda deyil, hökumət təşkilatında 3 nəfər adam olur. Birini həbs edəndə o birisi işə gəlmir, qorxur və arxasıca yemək aparan da olmur, sözünü deyən də olmur. Amma partiyalarda bu şəbəkə mümkündür. Yəni, hər halda bir 3-5 partiya var ölkəmizdə ki, bu nəzərdə tutduğum belə o partiyalarda bu mümkündür. Yəni, bu bizi bir daha düşündürəcək. Yuvamıza geri mi qayıdaq, partiyalara geri mi qayıdaq, daha güvənli yerdə mi olaq, bir olaq. Orada ola bilər bizim heç bir maddi marağımız olmur, maaşımız olmur, çox ağır keçiririk, amma yenə bir təhlükəsizliyimiz var. Bunu biz düşünəcəyik, düşünürəm bu yeni təcrübədir, yeni təcrübənin verdiyi fikirdir. Belə səsli, küylü və kütləvi, ardıcıl həbslərin aparılmasında rejimin ciddi siyasi niyyətləri var. Nədir bu niyyətlər? Bir, Azərbaycanda faktiki olaraq öz hakimiyyətini, klassik avtoritar hakimiyyətini alternativsiz qoysun. Meydanda ona alternativ olacaq siyasi qüvvələri, birlikləri sıradan çıxarıb alternativsizlik şəraiti yaratsın. 2. Ölkədə vətəndaş cəmiyyətinin həqiqi strukturlarını, o cümlədən hüquq müdafiəçiliyini, həqiqətən prinsipial kəsimini tam sıradan çıxarıb, məhz hökumət yönümlü QHT-lərə meydanı açıq şəkildə tanımaq, azad mətbuatı sıradan çıxardıb, yenə də öz himayəsində olanların vasitəsilə bu boşluğu doldurmaq və bütövlükdə Azərbaycanda tam siyasi proseslərə nəzarəti təmin etmək, elə vəziyyət yaratmaq ki, Azərbaycan cəmiyyəti də, beynəlxalq aləmdə 2015-ci ilin nə parlament seçkiləri haqqında ciddi hazırlaşa bilsin, nə Azərbaycanda keçiriləcək, deməli, Avropa yay oyunlarının Azərbaycanda böyük demokratik açılım üçün istifadə olunmasına imkan verməsi və elə bir vəziyyət yaransın ki, burada qalanlar da ancaq tutulanların müdafiəsi ilə başı qarışsın, yeni bir açılım olmasın, 2015-ci ilin parlament seçkiləri 2010-cu ildəki kimi təyinatla həyata keçirilsin, heç bir seçki islahatı gündəmə gəlməsin, heç bir sərbəst toplaşma həyata keçirmək mümkün olmasın, qlobal məqsəd var ortada. Yoxsa hansısa bir siyahının təqdim olunması, tutaq ki, Avropa məhkəməsində hansı işlərin qarşısına alınmaqdan ötürü bu qədər böyük bir konfrontasiyaya rejim getməzdir. Deməli, biz bunu niyə görə mən bu təhlili sizlə bölüşürəm? Biz bilməliyik ki, çox ciddi bir stavkası var hökumətin və bu proses davam edəcək. Bu proses davam edəcək əgər bu niyyət doğrudan da budursa. Çünki bizim cəmiyyətimiz hökumətin düşündüyündən güclü çıxır. Biz bu qədər 100-ün üzərində siyasi məhbusumuz var. Prinsip etibarilə bütün danışdığımız o müstəqil vətəndaş cəmiyyəti strukturları, siyasi qüvvələr hələ ki özünü saxlaya bilirlər. Cəmiyyətdə özünə senzura bərqərar olunmuyor. Hələ də Azərbaycan hökumətinin korrupsiyası, oğurluğu, kriminallığı uca səslə səslənir. Azərbaycanın internet məkanına, media məkanına senzura tam oturmayıb. Deməli, hökumət məqsədinə nail olmayıb. Hökumət davam edəcək. Bizim üçün də müdafiə o istiqamətdə həm də getməlidir, siyasi müdafiə. Siyasi müdafiənin vəzifəsi bu olmalıdır. Bizim içəridəki dostlarımız da əminəm ki, onda maraqlıdırlar ki, onların azad olunması, bu kampaniyanın, İlham Əliyevin həyata keçirdiyi bu repressiyaların mənasızlığı onda aydın olacaq ki, ölkənin real müxalifət təşkilatları özlərini qoruyub taxlayacaqlar, meydanda olacaqlar, alternativlik təmin olunacaq, nə qədər içki bahasına olursa olsun. Mövcud birliklər qorunub saxlanacaq, daha ciddi inteqrasiya istiqamətində addımlar atılacaq, ölkənin azad mətbuatı qorunub saxlanılacaq, vətəndaş cəmiyyətinin qalan kəsimi nə qədər ki həbs olunmayıb, burada deyildi, 3 nəfərlə qalsa, o öz sözünü deməkdə davam edəcək və nəhayət İlham Əliyev başa düşəcək ki, onsuz da o makro məqsədinə nail ola bilmir. Əvəzində nə qazanır? Bütün dünyanın pressingini qazanır. Hörmətli tamaşaçılar, belə fikirlər var ki,
Əslində Azərbaycan hökumətinin bu həbs dalğasını gücləndirməsi 2015-ci ildə Azərbaycanda keçiriləcək Avropa oyunlarına hazırlıq məqsəd daşıyır. Bəli, hazırlıq. Hazırlıq ona görə ki, Avroviziya yarışı ərəfəsində hökumət şahidi oldu ki, Azərbaycan Vətəndaş Cəmiyyətinin fəalları, elə başda Rəsul Cəfərov olmaqla, Leyla Yunus olmaqla bir qrup hüquq müdafiəçiləri Avroviziya yarışından Azərbaycana gələn turistlərə, beynəlxalq təşkilatların nümayəndələrinə, jurnalistlərə Azərbaycanın problemlərini çatdırdılar. Əslində, onlar istəyirdilər ki, dünya görsün ki, Azərbaycan bu cür mədəni yarışlara hazır deyil. Çünki burada insan kimi yaşamaq üçün şərait yoxdur. Əslində, biz istəyərik ki, Azərbaycan dünyanın ən mötəbər tədbirlərini keçirsin. Amma Azərbaycan insanının xoşbəxtlik haqqı ilk növbədə olan məsələdir. Yəni, insanlarımız rifaha qovuşmalıdırlar. Onların sərvətləri uğurlanıb, hansısa beynəlxalq tədbirlər üçün xərclənməməlidir. Elə bu Avropa oyunları yarışı ərəfəsində də bu cür ideyalar həm Rəsul Cəfərovdan, həm Leyla Yunusdan səsləndirilmişdi. Bax belə, bizim isə bu oyun məsələsinə ayrıca bir şərhimiz var. Beləliklə, Azərbaycan saatı təqdim edir. Oyuncaq seçicilərlə prezident olandan sonra İlham Əliyev ölkədə oyunların sayını artırmağa daxili qərar verib. Amma onun oyuna marağı bundan qabaq olub. İlham Əliyevin həvəskar və ya peşəkar oyunçu olduğunu onunla bir oyun qaydalarını bölüşənlər bilir. Biz isə bu oyun qaydalarını bölüşmədiyimiz üçün həmişə əlahəzrətlə mübarizə şəraitində olmuşuq. Seçicini oyuncaq edəndən sonra o müharibəni də oyuna çevirdi. Kim gəldi Azərbaycan əskərinin həyatı ilə oynaya bilir? Əgər bu Putin hakimiyyətini mötədil göstərmək üçün lazımdırsa, ya da Hillary Clinton'un səfərində gündəmi dəyişmək üçün işə yarayacaqsa, bir oyunla 5-10, hətta onlarla gənci qurban vermək mümkündür. Müharibəsi oyun olan toplumun qələbəsi də elə oyuncaq olar. Ona görə də 20 ildən artıqdır ki, heç bir ciddi nailiyyətimiz yoxdur. İlham Əliyev yaxşı bilir ki, məşhur Hind filmi oyuna olduğu kimi, oyunların da yalnız bir tərəfi var. Qəddarlıq və məğlubiyyət. Toplum isə açıqdan-açığa özünün ciddi savaşlarda hələ ki qalib gələcəyinə inamı olmadığından və özünü bu oyunlarda görmədiyindən az bir faiz sərt mübarizəyə, böyük çoxluq isə sadəcə kənarda durmağa üstünlük verir. Meydan isə beləcə oynamaq və oynadılmaq istəyənlərin ümidinə qalır. Növbəti il həm də Azərbaycanda Avropa oyunları olacaq. Bu məshəkənin Britaniyalı rəhbəri deyib ki, Azərbaycan çox azad ölkədir. Olsun, o gün qəsəbənin ortasında maraqlı bir dialoq olmuşdu. Bu fikir oxuyanda onu xatırlamaya bilmədim. Sizə mütləq çatdıracağam, amma əvvəlcə onu deyim ki, bizim üçün bu oyun məsələsi çox mühümdür. Çünki taleyimiz həqiqətən də oynaya bilməyənlərin oyunundan asılıdır. Qələbənin aralığında ədəbiyyat müəllimi Əli müəllimlə salamlaşdıq. Dedim, xəbərim var, yenə sizin təqaüdləri bir nisaya gecikdirəcəklər. Eurovision'da olduğu kimi həyəcanla soruşdu ki, nə vaxt? Dedim, vaxtını bilmirəm, amma qarşıdan Avropa oyunları gəlir. Kişi biraz dayanıb, beləcə də dedi, Avropa yorulmur oynamaqdan, bunu prezident elədilər, ayıb olmadı, sənin imkanın var onlara de ki, bir ay pensiyanı verməsələr, nəvələr üsyan edir. Axı onlar da oynamalıdırlar. Deyərəm deyib ayrıldım. Bəli, o boyda Avropa oynayacaq deyə bizim körpələr oynaya bilməyəcək. Bəşir Süleymanlının oğlu ad günündə atası ilə oynaya bilməyəcək. İlqar Məmmədov qızı ilə oynaya bilməyəcək. Və daha neçə belə məsum dünyaya ziyanı dəyməyən oyun pozulacaq. Çünki Avropa oynamaqda israrlıdır. İlham Əliyev isə bütün həqiqətləri bu oyunların arxasında gizlətməkdən ötürü dəridən qabıqdan çıxır. Bizim istedadlı xalqımız belə şeyləri tez görür və duyur. Onu əvvəlcədən ifşa edir. Məsələn, biri Facebookda maraqlı bir şey yazmışdı. Bu qısa müddətli, qana susayan müharibəyə oyun ərəfəsində yazmışdı ki, Ziya Məmmədovun oğlu Anar golf topu ilə bir erməni bazasını dağıdıb. Belə şeylərin necə gülünc olduğunu İlham Əliyev Milli Olimpiya Komitəsinin sədri olanda Zamin Hacı yazmışdı. Müharibə tennis topu ilə olmur. Çünki müharibə oyun deyil, ciddi işdir, deyə Zamin Hacı müharibə bəyanatı verən oğul Əliyevə xitabən yazmışdı. Fəqət Əliyev sübut elədi ki, müharibə oyundur, oyun olmağına, amma biraz geniş ərazi tələb edir.
Heç kimə sir deyil ki, Leyla Yunus, Arif Yunus, Rəsul Cəfərov, İntiqam Əliyev həm də Avropa oyunlarının qurbanlarıdır. İlham Əliyev Eurovision yarışmasından bilir ki, ölkənin vətəndaş cəmiyyəti onun qazanmaq istədiyi oyunun əsl mahiyyətini dünyaya çatdırmaq güzündədir. Ona görə də ilk addım kimi onları sıradan çıxarmağı hədəflədi. Əməliyyat planı üzrə gedir, amma planın sonunda onun qalib olacağına ehtimal varmı? Hələ oyun başlamayıb. Amma ov qızğın anlarını yaşayır. Bütün dünya İlham Əliyevin bir oyun üçün insanların səsini necə boğduğunu yazır. 30 yaşını həbsxanada keçirən Rəsul Cəfərova təbrik aksiyaları keçirilir. Şəkidən Amsterdama qədər insanlar bu oyunu ifşa etməklə məşğuldular. Görünür, İlham Əliyev sadəcə riyaziyyatı bilmir. Bilsəydi, 2-nin üstünə 2 gələndə necə 5 elədiyini də bilərdi. O yalnız hesabı bilir. Hesab isə ali əməliyyatlar üçün kifayət etmir. Dünyada bütün oyunların imkanları 36 daşın kombinasiyalar çoxluğundan ibarət deyil. Bir adam həbs etmək, onun 3 dostunu hərəkətə gətirməkdir. Elə adam var ki, hətta onun onlarla, yüzlərlə dostunu, həmkarını hərəkətə gətirməkdir. Ona görə də bu həbslər də bir oyundur. Amma qaydalarını sizin müəyyənləşdirdiyiniz oyunlardır. Siz nəhayət ki, ölkədə yaratdığınız sabitliyə dözə bilmədiniz və bu buzlağı əritdiniz. Mahiyyətinizə uyğun olaraq hamını qazamata salmağa girişdiniz. Hələ bəlkə də davam edəcəksiniz. Bu çox yaxşıdır. Çünki o sabitlik buzlağının altında qalan problemlər canlanmalı və siz nələr yaratdığınıza şahidlik etməli, buna görə cavab verməlisiniz. Çox az qalıb ki, şahın mat olmasına da şahidlik edəsiniz. Oynamaq təkcə nəyisə udmaq və uduzmağa demirlər. Toyda rəqs etməyə də deyirlər. Utanmasan, toyda oynamağa nə var ki də deyirlər. Bəli, başa oyun açmaq da var, başına oyun gəlmək də. Biz isə bütün bunların hamısının təcrübədən keçib ədəbiyyatını da yaratmışıq. Qalıb hansısa oyunu tarixə çevirmək. Bax belə, 8000 pul vermişik, oynamaqlarına bax. 8000 pul alıblar məndən, oynamaqlarına bax. İlham Əliyevlik heç nə yoxdur. Əgər o boyda Avropa dəyərini, bu boyda xalq gələcəyini pula satmağa razı olacaqsa, bu həm də Əliyevin sonuncu oyunu olacaq. Əsl adı isə Avropa oyunları yox, Avropa ilə oyunlar olmaqla. Məşhur bir misal var. Əvvəl kommunist qonşumu həbs elədilər, səsimi çıxartmadım, çünki mən kommunist deyildim. Sonra gəldilər, faşisti apardılar. Mən yenə səsimi çıxartmadım, çünki mən faşist də deyildim. Sonra onlar Yahudiləri tutmağa başladılar. Mən səsimi çıxartmadım, çünki mən Yahudi də deyildim. Və bir gün mənim arkamca gəldilər, köməyə çağırmağa adam qalmamışdı. Qənimət Zahidin toxunacağı mövzu da bu istiqamətdədir. Repressiyalara və haqsız həbslərə susan insanlar, repressiyaların və haqsız həbslərin qarşısında gözünü yuvan insanlar əslində özlərinin həbs olunması üçün sıra yaradan insanlardılar. Sırada durub, özünün nə baxsa təqib olunacağını gözləmək isə vətəndaşlığa, ziyalılığa, insanlığa o qədər də uyğun mövqeyi deyil. İnsan əslində şuurlu fəaliyyəti ilə birlikdə insandır. Başqa halda o başqa bioloji varlıqlardan elə də fərqlənmir. Baxaq görək Qənimət Zahid necə düşünür. Azadlıq qəzetində bu günlərdə baş verən repressiyalar haqqında yazmışdım. Yazmışdım ki, bir neçə aydır ki, Azərbaycan israrla Stalinizm epoxasına qayıdır. Azərbaycan hakimiyyəti bütün dünyanın, bütün mütərəqqi bəşəriyyətin gözləri qarşısında ölkədəki alternativ fikir daşıyıcılarına divan tutur, onları bir-bir şərləyərək həbsxanalara doldurur. İndi hər kəs sabah da mənim qapımı döyəcəklər əhvalı ilə yaşayır. Qapısı döyülənlər qorxmur. Azadlığını və vicdanını qoruya bilmiş seyrək mətbuat vahidlərində, 37-lərdə olmayan sosial şəbəkələrdə siyasi fəalların, gənclərin təpkisi aşkar görünür. Amma qapısı döyülməyənlər qorxur. Stalinizm zamanında da belə idi. Stalin zamanında mətbuat bu kütləvi həbsləri və edamları xalq düşmənlərinə ölüm ritorikası ilə başlayır, Sovet xalqının 5 illik planlardakı uğurları ilə bağlı yalanları insanların qarşısına tulluyur, Sovet quruculuğuna qarşı çıxanları vətənə xəyanətdə ittiham edirdi.
Bizim günlərin mətbuatı da hakimiyyətin vətənpərvərlik siyasəti ilə qürrələnir, diversant ovluyur, hansısa rayonları, kəndləri ermənilərdən alıb Azərbaycanlılara verir və bu siyasətə dəstək verməyənləri xalq düşmənləri adlandırır. Bizim günlərdə Stalinizm geniş müzakirə edilir. Sovet ədəbiyyatının və ictimaiyyətşünaslığının bizə sığdığı bütləri qırmaq istəyənlərlə bu bütlərin qorunub saxlanmasından ləzzət alanlar arasında argument müharibəsi gedir. Bu argumentlərdən ən geniş yayılan da o dövrün reallığını dəyərləndirmək çağırışıdır. Deyirlər ki, Stalinizm o günlərdə heç kimə aman vermir, hamını baskı altında saxlayır və hər kəsi qorxudurdu. Olayların bu tərəfi Stalinizmlə üst-üstə düşür. Stalin zamanında gedən proseslərin ssenarisi bütün sovetləşmiş xalqların və təbii ki, o cümlədən Azərbaycanlıların elitasını silib, süpürüb atmaq, məhv etmək və yeni totalitarizmin təranələrini ütüləyən müti elita yetişdirmək idi. İndi də belədir. Əliyevçi avtoritar idarə etmə, başqa cür düşünənləri, millətin real və potensial elitasını yüksək təhsil görmüş iddialı gəncliyi yox etmək, əvəzində totalitarizmin ruhuna xələl gətirmək iddiasında və imkanında olmayan saxta bir elita yetişdirmək istəyir. Məsələnin bu tərəfi də fərqli deyil. Stalinizmin əzdiyi, sındırdığı, məhv edilən 37 qurbanlarına danos yazmaqla onların ölümünü sürətləndirən və amansızlaşdıran Sovet ziyalılarını indi də dəstəkləyənlərin Azərbaycan ziyalılarına, jurnalistlərinə, hüquq müdafiəçilərinə, vəkillərinə, siyasilərinə, divan tutanlara danos yazmadıqlarını kimsə iddia edə bilməz. Hətta danos yazmasalar belə, onların susqunluğu bu anlama gəlir və bunun adı qiyabi danosdur. Hanı Azərbaycanın ziyalıları? Ölkədəki bu dipsizliyi görüb susmaq onların iddia etdiyi ziyalı adına heç mi xələl gətirmiş? Ad çəkə də bilərəm, çəkməyə də bilərəm. Zaten hər kəs bu sualların kimlərə ünvanlandığını yaxşı bilir. Ziyalıların mövcudluğu onun ölkədəki ədalətsizliklərə münasibəti ilə də yox, bir mənalı şəkildə etirazı ilə bağlıdır. Bu etiraz yoxdursa, deməli o ziyalı deyil. Amma Azərbaycanda bir ziyalılar forumu vardı. Orada toplaşanlar özlərinin siyasi birlik olmadıqlarını iddia etdiklərinə görə həm də o təşkilat bir siyasi kampaniya ilə başlayıb bitməməli və davam etməli idi. Hanı o birlik? Hansı yaramazlıq bitirdi o forumun ömrünü? Maksimalist deyiləm və o adamların siyasətdə iştirakını da vacib saymıram. Amma axı bu siyasət deyil. Aşkar görünür ki, rejimin məqsədi sadəcə olaraq narahat insanları qorxutmaq deyil. Həm də lap yüksək keyfiyyətli dəri ayaqqabı qədər rahat insanları bir daha təkrar qorxutmaqdır. Bu qorxu sadəcə bir rejimin ömrünü uzatmaq üçün gərək deyil, həm də bir millətin simasını, mənasını, mahiyyətini dəyişmək üçündür. O ziyalılar aid olduqları millətin simasının bir siyasi rejim tərəfindən dəyişdirilməsinə bu qədər rahat şəkildə baxa bilirlər. İçlərindən heç mi etiraz etmək, hayqırmaq, bu vəhşiliyi durdurun deyə bağırmaq gəlmir. Azadlıq qəzetinin və Azərbaycan saatının əməkdaşı Natiq Ədilovun qardaşı Murad Ədilovun yaşadığı Sabirabaddakı o kənd evinə bilirsinizmi nə qədər silahlı polis basqın edib? Cənab ziyalılar, 100 nəfər, bu əməliyyatda 100 nəfər silahlı iştirak edib. Eşidirsinizmi, yoxsa karsınızmı? Həm də çox əla bilirdilər ki, o evdə kim var və o evə 3 nəfər də gedə, heç kim getməyə də bilərdi. Çünki o evdə bir nəfər də olsun cinayətkar yox idi. O evdə xəstə bir qadın, hamilə bir gəlin vardı. Amma 100 nəfərlik bir ordu gedib. Çünki Azərbaycan ziyalılarının sındırıldığını, səsini çıxara bilməyəcəyini dəqiq hesablayırlar.
Bu 100 nəfərlik dəstə ilə onlar kənd-bəkə gəzər, xoşlarına gəlməyən hər bir nəfəri mühasirəyə alıb götürər, işgəncə verər, şərləyər. Çünki siz yoxsunuz. Buraxın Muradı, o bir kişidir. Əsl kişi olduğunu da sübut etməkdədir. Bəs Leyla xanım, minlərlə insanın hüquqlarını qoruyan, bütün həyatı Azərbaycanlıların hüquqları uğrunda mübarizəyə həsr edilmiş bir qadının şərlənərək həbs edilməsinə qarşı zınqırınızı da çıxarmırsınız. Bəlkə adını Azərbaycan ziyalısı qoyanlar da bir neçə heydərci klaviaturaya qoşulub onun şəcərəsində erməniz axtaracaqlar. Eyni ilə də İntiqam Əliyev, Anar Məmmədli, Rəsul Cəfərov, onlarla başqaları kimi parlaq Azərbaycan insanını şərləyib zindana atan bir rejimə dur, ayıbdır, belə etmək yaramaz deyəcək qədər sosial cəsarət yoxdursa, deməli 37-ci ilin nəfəsi duyulur. Bunu deyəcək adamların boynunun arxasında. Ət, meyvə, tərəvəz, həyatyanı torpaq alverinə girişmiş kənd müəllimlərindən tutmuş, elmi əsər çırpışdıraraq ziyalı titulunu almaq üçün yarışa atılan universitet müəllimlərinə qədər hər kəs sizin üçün 37-ci ildir və 50 il sonra sizin varisləriniz sizə qarşı yönələn ittihamlara cavab olaraq Əliyev dövrünün gerçəklikləri başqa cür idi deyəcəklər. Siz 50 il sonraki varisləriniz üçün bu argumenti hazırlayırsınız və bütöv bir millətin sındırılması prosesini gözünüzü belə qırpmadan müticəsinə izləyirsiniz. Çünki sizə ev lazımdır, təqaüd lazımdır, mükafat lazımdır, övladlarınıza rüşvət ala biləcəyi və korrupsiya təşkilatçılığı sahəsində təminatlı iş lazımdır, maşın lazımdır, bağ lazımdır, zəhrimar lazımdır. Millətə isə heç nə lazım deyil və ümumiyyətlə bu millət deyəsən heç kimə lazım deyil. Susun və cəhənnəmə susun. Tarix boyu millətin üzünü susmayanlar ağardıb. Lap 5 nəfər olsalar belə, sustuğunuz qədər siz də bu millətə gərək deyilsiniz. Özünüzün gərək ola biləcəyi ünvan axtarın. Bir həftə əvvəl bu azıqlı qeydləri edəndən sonra fikirləşdim ki, deyəsən axı Azərbaycanda ziyalı nəsil bir təbəqə olaraq, bir sosial qat olaraq qalmayıb. Baxın, indi hamı, hanı ziyalılar deyərkən, barmaqlarının onunu da qatlayıb bir şifahi siyahı düzəldə bilmir. Bu təbəqə yoxdur deyəsən. Kimsə bu adı üzərinə götürmək cəsarətində deyil sanki. Yaxud da bu adı üzərinə götürə biləcək bir ictimai təbəqə yoxdur. Bu təbəqə artıq məhv edilib. Ərəb ölkələrini bilirsinizmi? Orada ziyalılıq faktor olaraq ortadan qaldırılmışdı. Savadlı adamlar vardı və savadsız adamlar vardı. Savadsız adamlar cəmiyyətin %80'ini haqlayırdı. Bu təkcə qanunsuz yerinə axıdıldığı ərəb ölkələrinin gerçəkliyi deyil. Lap bu günlərdə Rusiyada da hakimiyyətin qara siyahısına salmaq üçün ziyalı axtardılar və cəmi 57 nəfəri üzə çıxara bildilər. Bunların da çoxsu jurnalistlər və sənət adamları idi. O boyda Rusiyada cəmi 57 nəfər qalıbsa, Azərbaycanda 5,7 nəfərin qalması təbii görünməlidir. Elə deyilmi? Bizim aydınlar tirajdan ibarət idilər. Onları tiraj çəkmişdi. Sovet təşviqatının tirajı. İndi onlar sovetizmə bənzəyən bütün dəyərləri 5 əllə qamarlayıb bağırlarına basırlar. Onlar ötən əsrin 90-cı illərindən bu tərəfə keçə bilmədilər. Yeni dövr isə o nəsli tirajlamadı. Daha doğrusu tirajlanacaq bir şey qalmadı. İlhamiyə Mübariz İbrahimov mükafatı təqdim ediləcək həddə qədər marginallaşdı və düşükləşdi. Yeni dövrün ziyalıları yeni bir təbəqə olmalıdır. Yeni nəsil yazarların, jurnalistlərin, şairlərin, tarix, ədəbiyyat, bir sözlə elm adamlarının vətəndaş mövqeyi üzərində qura biləcəkləri bir sosial qat gərəkdir. Və bu qat indi yoxdur. İndi bu qəbildən olan adamlar həyatı asanlaşdırmaq və özlərini sosial proseslər üzrə uzman kimi sırmaq üçün öz tənqidlərini və təsvirlərini yalnız diktaturanı narahat etməyən məsələlərə həsr edirlər. Bu, həm də həmin o əski ziyalı adına həlim və müqavimətsiz bir iddia deməkdir.
yaramaz siyasi idarə etmənin və yaramaz idarə edənlərin millətin başına gətirdiyi fəlakətlər barədə isə susmaq lazım gəlir. Çünki buradan o tərəfə ziyalının girəcəyi kol sayılmır. Bu kolluq heydərizm adlanır və qorxulu bir yerdir, cəngəllikdir, qanunları tanımır, iradəsi üstündə iradə yoxdur. Onu yerində oturtmaq üçün cəsarət lazımdır. Aydın təfəkkürün, işıqlı zehniyyətin, dürüst məntiqin zehniyyəti bu təbəqə indi yox kimidir. Hörmətli tamaşaçılar, biz ayrı-ayrı vaxtlarda sizə bu rubrikaları təqdim eləmişik. Siz bunun adını necə istəsəz qoya bilərsiniz. Məsələn, biz buna həm gün ekranı, həm AS TV, həm də aktual söhbət deyə bilərik. Hər halda bizim şərhimiz bundan ibarətdir ki, təqdimatımız bundan ibarətdir ki, görək Azərbaycanda baş verən hadisələr, bu həbslər, repressiyalar AS TV 3-dən necə görsənə bilərdi? Baxaq AS TV 3 rubrikasına. Elnur bəy, siz ədəbiyyat adamısınız. Aristotelin bir poetik əsəri var. Orada bilirsiniz, katarsisdən söhbət gedir. Yəni, bədii təmizləmədən və son vaxtlarda Azərbaycan hökuməti bəzi ünsürlərdən cəmiyyəti təmizləməyə çalışır. Amma mətbuatda oxuyuruq ki, deyirlər ki, hökumət total həbslər eləyir, hüquq müdafiəçilərini tutur, nə bilim, Leyla Yunusu, İntiqam Əliyevi, Rəsul Cəfərov kimi adamları qəhrəman kimi təqdim etməyə çalışırlar. Bax, siz bu məsələyə bir ziyalı kimi, bir ölkənin bir görkəmli ictimai xadimi kimi, çox oxunan adamı kimi münasibətiniz nədir? Gün ekranı verişini dəvət elədiyinizə görə sizə çox minnətdaram. Mən həmişə sizin verişə baxıram, diqqətlə qulaq asıram. Siz ölkənin taleyüşlü məsələlərindən bağlı bizim torpaqlarımızın 20% işğalı və erməni genosidinin bizim millətimizin başına getdiyi bəlalar haqqında çox obyektiv verişlər hazırlayırsınız. Mən arzu edirəm sizin növbəti verişləriniz İsa bulağında, Cıdır düzündə çəkilsin. Qaldı sizin o dediyiniz məsələyə, əvvəla bizim xalqımızın Aristoteldən qat-qat görkəmli alimləri, filosofları var. Mən çox təəssüf edirəm ki, siz məsələn Ramiz Mehdiyev əvəzinə Aristoteldən stat gətirirsiniz. Biz gələk belə şeyləri ümumiyyətlə artıq öyrənək, bizə başqalarının nə dediyi qətiyyən maraqlı deyil. Bizim xalqımızın görkəmli ziyalıları, yazıçıları, filosofları Aristoteldən də maraqlı sözlər, fikirlər deyirlər. Mən arzu edirəm, siz gələcək verişlərinizdə onlardan stat gətirəsiniz. Qaldı ki, bu həbslərlə bağlı siz dediniz, bu adını çəkdiyiniz adamların, mən onların adlarını son vaxtlar bu həbslər olanda eşitdim, heç bilmirdim benim ölkədə belə antimilli ünsürlər də yaşayırlar. Onların həbs edilməsi çox məqsədə, məntiqə və qanuna uyğundur. Biz müharibə şəraitində yaşayırıq, bizim torpaqlarımızın 20% işğal olunub. Azərbaycanın daxildən və xaricdən sartmaq istəyən qüvvələr var və bu qüvvələr çox təəssüf ki, sapı özümüzdən olan baltalardan mütəmadi şəkildə istifadə edirlər. Şəxsən mən İntiqam Əliyevin dəfələrlə İsmailli Şamaxı zonasında meşələrə gedərək oradan balta sapı hazırlamaq üçün o ağaçları necə qırdığını mən şahid olmuşam. Təəssüf ki, buradan da mən Hüseyin Qulubağırovdan küstüyümü bildirirəm. O təəssüf ki, indiyə qədər bu tür hallara göz yumub. Hətta mən sizə bir fakt deyim, Leyla Yunus gedib bu qədim Şamaxıdakı erməni kəndlərində dəyirman arası tökülmüş. Yəni bunlardan hər şey gözləmək olar. Bu cür adamlardan hər şey gözləmək olar. Bunlar təbii ki, bugünkü çiçəklənən Azərbaycanda havanı kirlətməklə məşğul olan adamlardır. Bunlar bizim inkişafımızı göz götürməyən qüvvələrdir. Biz bu cür adamları ifşa eləməkdə çox gecikmişik. Bax, biz
30-cu illərdə bəzi mürtəd antimilli, vətən xaini, xalq düşməni olan adamlar ki vardı, onları necə operativ şəkildə biz hamısını onları neynədik, cəzalandırdıq. Amma çox təəssüf ki, bəli, çox təəssüf ki, son illərdə bu məsələdə biraz gecikdik, biraz yubandıq. Bu cür adamlar gəlib 21-ci əsrə qədər gəlib çatdılar bu adamlar. Bunları biz əslində 21-ci əsrə keçməyə qoymamalıydıq. Biz bunların hamısını 90-cı illərin axırlarında, uzaq baş 2000-ci illərin əvvəllərində hamısını təmizləyib həbsxanalara hökmü ilə birlikdə eləmək lazım idi. Eləmək lazım idi. İndi o bilirsiniz, yəni hər şey o qədər sözdə demək asandır, hərəkət əmələ gələndə biraz çətindir. İndi onu da başa düşmək olar. O vaxtda bizim dövlətimizin problemləri də çox idi. Ona görə də buna biz çatdıra bilmədik bu məsələni. Ona görə də çox təəssüf ki, bu cür adamlar 21-ci əsrə gəlib çatdılar. Mənim sizin bu gənc nəslə töhfəniz nədir? Bax, gənclər var, ağsaqqal sözü, yazıcı sözü, sənətkar sözü eşitmək istəyirlər. Bax, bu gənc nəslə nə deyərdiniz? Bax, nədir onlara sözünüz? Təəssüf ki, bu gün Azərbaycanda bəzi gənclər müəyyən xarici dairələrin, hansı ki onlar Azərbaycanın müstəqilliyini sevməyən, Azərbaycanın milli mənəvi dəyərlərinə zərbə vurmaq istəyən, Azərbaycanlıları əxlaqsız, ədəbsiz, tərbiyəsiz Avropa dəyərlərindən böyüyün prezidentin üzrahı olan bəli, belə bir dəyərlə böyütmək istəyən müəyyən o gənclər ki var, o yoldan çıxıblar. Mən onları da məsləhət görürəm, bizim milli mənəvi dəyərlərimizə sadiq qalsınlar. Heç vaxt böyüyün üzünə olmasınlar. Padişah Allahın yerdə kölgəsidir. Biz gözümüzü açıb belə görmüşük, belə işitmişik. Bugün prezidentin üzünə olan sabah Allahın da özünə olar, bir gün atanasının da özünə olar. Ona görə də mən onların hamısını dəvət edirəm, bizim milli mənəvi dəyərlərimizin ətrafında möhkəm birləşsinlər. Bizim cənab prezident çox gənclərlə bağlı çox ciddi qərarlar qəbul edir, qanunlar qəbul edir. O qanunların hamısında, qərarların hamısında gəncliyimizin parlaq gələcəyinlə bağlı çox ciddi planlar, tapşırıqlar, göstərişlər var. Bundan gəlsinlər, yarar alsınlar. Gedirlər, qoşulurlar o bu mən də adlarını da çəkmək istəmirəm. Müəyyən bu qüvvələrə, qara qüvvələrə gedirlər, qoşulurlar, başlayırlar, azadlıq elə gəldi, demokratiya belə gəldi, söz azadlığı elə getdi. Söz azadlığı bizə tarixən olub, həmişə söz azadlığı var idi bizdə. Bizə tarixən söz azadlığı olub. Mənim yadıma gəlir 70-ci illərdə Allah öndərə rəhmət eləsin. O bizim hamımızı təzyiqlərdən qoruyurdu. Biz o vaxtlar Sovet hakimiyyətini ifşa eləyən əsərlər yazırdıq. KGB, Mərkəzi Komitə bizim arxamızdan düşürdü. Bizə göz və işıq vermirdi. Amma bir gün baxırdıq, biz bütün bu problemlərin, çətinlərin hamısından xilas olmuşuq. Niyə? Cənab mərhum prezident Ulu Öndər Heydər Əliyev bizə hər cür şərait yaratmışdı. Biz 70-ci illərdə söz azadlığı onda var idi. İndi nə söz azadlığı? İndi tərbiyəsizlik azadlığıdır, indi əxlaqsızlıq azadlığıdır. Gedib bu Avropanın, Qərbin o əxlaqsızlıq saçan dəyərlərini gətirib bizə sırmaq istəyirlər. Mən çox sevinirəm. Bu anar, mən üzr istəyirəm, biri var, bu var idi, onu tutdular, güya ki bizdə seçkilər saxtalaşdırılır. Anar Məmməddir. Azərbaycan xalqı 2 boy anar yetişdirib. Anar Rızayev yetişdirib, mənim dostum, qardaşım. Anar müəllim yetişdirib, bir də Allah rəhmət eləsin, Anar Məmməd xanımı yetişdirib. Sən kimsən axı? Sən nə tər deyirsən ki, ölkədə seçkilər saxtalaşdırılır? Azərbaycanda mən şahidəm 60-cı illərdə, 70-ci illərdə bir kolxoz sədr seçirdik. O da burada, mən yadımda da hər şey necə də, bugün belədir. Bugün deyilmedi. İndi gedirsən, sən oradan buradan pullar alıb, indi bunu da tutublar deyəsən, səhv eləmirəmsə. Onlar Məmmədini də tutublar. Yəni, bax, burada, o birisi vardı, biri, burada Eurovision müsabiqəsi keçirilirdi. Bu, Azərbaycanın bu şanı şöhrətidir. Ermənilər paxıllığından çatlayıb ölürdülər ermənilər. Mən bilirəm, Eurovision keçirilən vaxtı Ermənistanda qəbristanlıqların ümumi sahəsi neçə faiz artdı? Qısqançlıqlarından, paxılıqlarından nə qədər erməni çatladı öldü. Yaxşı, sən Eurovision vaxtı burada durğun tədbir keçirdin, nə bilim, demokratiya üçün oxuydu, nə idi, filan idi, beşmişim. İndi içəridə oxuyur. İndi get oxu. Sənə deməli, bəzi qüvvələr sənə pul verirdi, demokratiya üçün. Demokratiya nədir? Demokratiya
Azərbaycanı sevməyən qüvvələrin uydurduğu bir yalandır. Demokratiya deyilən bir şey yoxdur dünyada. Dünyada demokratiya harada var? 92-93-cü illər mənim yadımdadır. Mən uşaqları gecə çox üzr istəyirəm, mən ayaq yoluna apara bilmirdim, çölə çıxa bilmirdik. Bakıda nə vaxt bu indi bizim milli mentalitetimizə də uyğun deyil. Bakıda nə vaxt gəldi, başladılar bu üzr istəyirəm, bu hamamlar ayaq yolları evintində tikildi. Nə vaxtdan başladı bu? 92-93-də. Gecə çölə çıxa bilmirdik, məcburən getdik evlərin içində tikdik. Bu, o dövrdə mən indi kimi yadımdadır. Biz yolunca pisif gətirdik evə. Ki, yiyək. Yaxşı, indi o günləri bir gözlərinin qavana gətirsinlər. Bunlar indi burada danışırlar buradan. Mən İntiqam Əliyevi çox yaxşı tanıyıram, İntiqam Əliyevi. Onun adı İntiqamdır. Adama deyərlər, sənin adın niyə İntiqamdır? Niyə İntiqamdır sənin adın? Sənə bu adı kim qoyur? Məqsədin yoxsa da İntiqamdır. Bəli, sənin adın İntiqamdırsa çox gözəl, sən onda get ermənidən intiqam almağa çalış. Sən adın niyə İntiqamdır? Sən hansı məqsədin, hansı qüvvələr intiqam adı qoyurlar? Niyə axı sən familiyan Əliyev olmalıdır? Bax, sən O da Azərbaycana qarşı planlaşdırılmış bir təbii ki, planlaşdırılmış bir addımdır. Bunlar hamısı heç səbəbsiz yerə deyil. Orada gediblər bir təşkilat var, bu adlarını qoyublar NİDA. Gəlin onlar otursunlar, görün onların hansı bir Azərbaycan dilinin sintaksisindən, qrammatikasından, morfologiyasından xəbərləri var. Təşkilatın adını nətər NİDA qoymuşsan sən? Hansı məqsədlə NİDA qoymuşsan? Sən sual işarəsi bilirsən, nöqtə bilirsən, deyəcək o. Bir üstündən icazə almışsan mı bu? Biz niyə gedib bugün Qarabağı almırıq? Çünki biz istəyirik ki, Qarabağı mərd-mərdanə alıq. Ermənistan boşalsın, sonra gedək biz Şuşada oturaq, Xankəndidə oturaq. Bizə yaraşmaz. Qayıtsınlar. Zəhmət çəksinlər, gəlsinlər ora, biz gələk onların başlarından vura-vura o Qarabağı oradan alaq. Bu cür alacaq. Yəni biz mərd-mərdanə, biz Babək nəvələriyik, Koroğlu nəvələriyik. Biz həmişə lazım olanda demişik ki, şəhsən günah lazımdır. Hoydu dərlərim, hoydu, lazım gəlməndə demişik ki, and içmişəm, bu gün dava olmasın. İndi bugün biz and içmişik, bu gün dava olmasın, ateşkəs. Yəni bu da Koroğlu'dan, bizim gözəl vətəndaşdan irəli gələn bir ideyadır. Ateşkəsin əslində, kökündə bizim Koroğlu'ya sədaqətimiz dayanır. And içmişəm, bu gün döyüş olmasın. Amma sabah biz hoydu dərlərim, hoydu deyib, qabaqda mən Siyavuş, Mübariz Qurbanlı, Hafiz müəllim, digər hamımız bir yerdə yolub gedib o torpaqları hamımız alacaq. Bugün mən bu tutulan adamlara baxıram, bunların tərəfdarlarına baxıram. Bunların ümumiyyətlə evlərində axın dəfə dolma nə vaxt pişib? Bəli, mən də o fikirdəyəm. Siz nə vaxt evinizdə dolma pişirə bilmişsiniz? Pişirmişsə siz bunun içərisində nə ilə də bunlar yalancı dolma pişirirlər. Yalancı dolma. O içinə göy-göyərtidən, otdan, alaqdan doldurublar. Bunlar yansı dolma pişirir. Siz nə vaxt dolma pişirmişsiniz? Siz dolma pişirməmişsinizsə, deyəcəklər ki, biz indi hökumət bizim işsiz qoyub, güçsüz qoyub, filan eləyib bizim imkanımız çatmır dolma yeməyə. Belə deyəcəklər də. Bunlar çünki hər şeyi öyrəniblər ki, bunlar üzr eləsinlər. O zaman mən sual verirəm bunlara. Allah bizim cənab prezidentin canını sağ eləsin. Cənab prezidentin pulu sizin hamınızın, bütün partiyalarınızdakı, bütün üzvlərinizin çəkisindən çoxdur. Üzvlərin sayından çoxdur. Siz nə deyib düşünmüşsünüz ortaya? Nə? Pulunuz var mı sizin? Yox, mən pulları olsa, mən deyərəm, bunların pulları var, evlərində dolma pişir. Siz evinizdə dolma pişirə bilmirsiniz. Dolma nədir? Dolma namusdur, qeyrətdir, dolma şərəfdir. Siz dolma pişirə bilmirsiniz. Dolma pişirə bilmirsiniz, gəlib hakimiyyət başlamışsınız ki, hakimiyyət belədir, hakimiyyət elədir. Sizin içiniz dolma qədər dolu deyilsiniz. Siz yalancı dolmayla, sizi yarpaq dolması, kələm dolması, sizdə bunun heç birində yoxdur. Siz yalancı dolma, siz oradan o kələmin yarpağın içərisini doldurursunuz otla, alaqla buna. Amma bizim cənab prezidentin imkanı var ki, hər cür dolma pişirtdirsin, hər cür dolma yesin. Üç bacı deyirlər. Üç bacı, yeri gəlmişə üç bacı dediyim, o da bizim xalqımızın da gözəl bir şey var. O üç bacı dolmasını mən milli mənəvi dəyərlərə zidd sayıram.
bax, bu da xarici qüvvələrin Leyla Yunus kimilərini, İntiqam Əliyev kimilərini, Azərbaycan xalqının milli mənəvi dəyərlərini sarsıtmağa hesablanmış addımlarından biridir üçbacı olması. Bizdə üçbacı olması yoxdur. Bizim məsələn xalq mahnısı nə deyir, budur gəldi cütbacı. Sizcə o üçbacıda hansı artıqdır? Hansıdır? Burada mən sizə deyim, bu üçbacıda mənə elə gəlir ki, Badımcan artıqdır. Badımcanı müxtəlif kirli məqsədlərlə, qara niyyətlərlə oraya əlavə ediblər. Badımcanın başqa niyyətlərlə onu əlavə ediblər. Mən hesab edirəm ki, bizdə üçbacı söhbəti ola bilməz. Bizdə cütbacı var, xalq mahnısında var. İkisi bir boyda gəzən gözəllər. İkisi bir boyda gəzən gözəllər var. Bəli, bizdə üç söhbəti yoxdur. Üç söhbəti yoxdur. Hüseyn Cavid idi, yazmışdı, yüksəliş varsa səbəbi alçaqlıq. O nə deməkdir ki? O nə sözdür? Mən Hüseyn Caviddən heç şey gözləməzdim. Onu indi sizdən eşidirəm. Mən onu bilsəydim vaxtında da rəhmətliyə deyərdim. O da indi bax o cür danışmaqlarının cüdazına getdi. İndi deyirlər Hüseyn Cavid niyə başa? Hüseyn Cavid o cür danışmağının cüdazına getdi. Necə yəni yüksəliş varsa səbəbi alçaqlıq? Bu bilirsən, vaxtında boyun əymək lazımdır, baş əymək lazımdır, diz çökmək lazımdır. Necə yəni, çox göylə getmək də olmaz. Bizim Fikrət Sadıq deyir ki, Koroğlu dörd yana baxdı, sinəsinə şeşbər taxdı, gördü qapı çox alçaqdır, əyildi, keçdi, getdi. Qıda Şuruğludan artıq deyirsən ki, əyil, keç, get. Yox, yəni həyatın qaydası budur. Biz göz açıb belə görmüşük. Mən dədələrimizdən, babalarımızdan, nənələrimizdən belə görmüşəm. Mən onu görmüşəm. Qardaş, elə dik-dik getməklə deyil ki. Görürsən ki, buradan bir 5 manat xeyrin var. Gəl, əyilmək də əyil. Alçalmaq da. Alçalmaqda pis nə var ki, mən ümumiyyətlə bir şey deyim sizə. Alçalmaqda nə var ki? Dünyada yüksək dağlar da var, alçaq dağlar da var. Bizim rəhmətli Xudu Məmmədov deyirdi ki, sürünənlər yıxılmaz. Qardaş, yıxılmaq istəmirsənsə sürün də. Ümumiyyətlə, gəlin belə danışaq. Adınızı da bilmirəm. Seymur oğlum, mən bir söz deyim. Dünyada sürünənlər elə belə yaranmayıb. Yəni bu təbiətdə varsa bu da bir Allahın bir yaratdığıdır. Sürünərək yaşamaqda pis nə var ki? Yox, alçalmaq. Alçalmaq niyə pis? Alçalmaq nə vaxtdan pis bir şey olub? Alçalmaq pisdirsə, niyə alçaq təpələr var? Yüksək təpələr var. Deməli, alçalmağın da öz məziyyətləri var, onun da öz qazançları var, onun da öz xeyirləri var. Bilsən, biz belə müəyyən adamların təsir dairəsinə düşüb, bəzi bu çirkin niyyətlərdən uzaq dayanmalıyıq. Bir də görsən deyirlər ki, yalan danışmaq. Yalan danışmaq nə vaxtdan pis bir şey olur? Nə vaxtdan pis bir şey olur? Bizim bütün, əlbəttə, bax indi məsələn, Dədə Qorqudda var orada, gedir ağacı kökündən çıxardır, gətirir orada var. Bu indi yalandır da qardaş, düzdürmü? Yəni bir şey olmalar, adam gəlir bir ağacı kökündən çıxardır, belinə sarıyır, aparır oradan, nə bileyim. Bu yalandır, düzdürmü? Biz tarix boyu biz bunları görmüşük, mən nənələrimdən, babalarımdan görmüşəm burada. Mənim babamın ağzı neydi? Stalinə bir kəlmə söz deyildi, ya Xurşova bir kəlmə söz deyildi. İndikilər bütün zahid çıxıbdı, ağızlarına gələni danışırlar. Ya vallah belə bir şey olmaz. Çox sağ olun. O xoşbəxt gün, o xoşbəxt gələcək naminə. Bəli, sizlə sağollaşırıq, hörmətli tamaşaçılar. Hörmətli tamaşaçılar, daha bir Azərbaycan Saatı proqramının sonuna gəlib çatdıq. Sağ olun, sağlıqla qalın. Bizim efir tezliyimizi insanlar arasında yayın ki, insanlar həqiqətdən xəbər tutsunlar. Bax belə, qarasalardan qorxursunuzsa, işığı yandırın. İşığı yandırın ki, onlar qaçıb dağılsınlar. Yəni, qaranlıqların üzərinə işıq tutun. Azərbaycan Saatına baxın. Sağ olun. Selam, selam, selam.